Azərbaycanın güneyinə. Azərbaycanın güneyinə belə demək ki, əhanət elədilər ki, Azərbaycanın güneyində var olan hərəkat, nə Kürt meydanı İran adlanan yerdə, nə Şahçısı, nə filan, özəlliklə bu 30 ildə Azərbaycanlılar demək ki, yüz minlərcə çıxdılar. Mədəni formada. Təhqir olundular, çıxdılar, göl məsələsi oldu, çıxdılar və bir hərəkat gəldi, formalaşdı orada. O faktoru da ödədilər. Zindanlarla, işgəncələrlə, ondan sonra çörəkləri kəsildi, işi kəsildi və bu yüz minlərcədir. Gəlişmiş gənc özü də. Həmin gənc ki, biridən azığına gəlir. Bu demək ki, çıxıb demir, ya Allah, bismillah, ya Allah. Dünyada qarşı deyir. Amma bu rejim kaostik, diktatora, dini kullanan, məzhəbi istismar edən, hamısı beləncə ondan cana gəlib. Amma durub deyir, haray Türkəm mən. Türk davası gedir. Kimsələr qəbul elə bilmir. Kimsələrin də canı, bağrı çatlayır ki, niyə bu Türk davası bir dəfə Azərbaycandan, Qafqazlardan əl oğlandı və Balkanlara cək və bütün Türk dünyasına da hər yanı əl oğlandırdı və indi Azərbaycanın güneyindən bu layiq, dünyəvi, bu Türk milləti və çıxırlar deyirlər ki, Azərbaycanın güneyində olan bəzi nanəciblər, İran adlanan yerdən, bu İrancı qruplar, Şahçısı, nə bilim, Kürtcığazı filanı, yox, Azərbaycanlar elə demək ki, rejimi dəstəkləyirlər, rejimi filanı, boş-boş danışırlar. Bu Azərbaycanda Türk millətinə cəfadır, zülmüdür, əhanətdir. Ona görə də əgər sən işini yerinə yetirə bilmirsən, məsuliyyətini yerinə yetirə bilmirsənsə, missiyanı yerinə yetirə bilmirsən, özün bilərsən. Amma millət olarlığında qalır yerindədir. Necə ki, Azərbaycanın quzeyində, bu dənə gərsəklidir. Azərbaycanın quzeyində bu millət, o dünyanın o vaxtında neçə milyon Azərbaycanlı vardı? Bəlkə 6 milyon, belə o civarda. Menşeviki burada, Denikin burada, nə bilim, Bolşeviki orada, Ermənisi bu tərəfdən küşkürtmüşdülər. Məhmədən bəy deyir ki, heçdən bir dövlət yaratdıq, heçdən döyüdük. Hamısı bəy, hamısı alicənab, komanda alicənab və bu millət döyüşdü, vuruşdu, yaratdı və bir də bərpa elədi. Və bir də bərpa elədi, o Sovetin qardından səhədi çıxardı. Bəli, dəyərli tamaşaçılar, gündəm masada verilişində İranın daxilində yaşanan və ətraf bölgələrdə cərəyan edən müharibənin təsirləri, nəticələri, bu an etibarilə baş verən ən önəmli hadisələr, gərginlik və gələn xəbərlər nələrdir göstərir, hansı proseslər cərəyan edə bilər, nələrə hazır olmalıyıq, bu suallara cavab tapmağa çalışırıq. Hal-hazırda 1000-ə yaxın şəxs bizimlə birlikdədir, tamaşaçılarımızın sayı durmadan artır, cəmi 101 bəyənmə var, 1000-ə yaxın seyirci üçün bu olduqca az göstəricili sayını daha da artıraq, bir nəfər yayımızı bəyənirsə, daha 10 nəfər şəxsi də verilişimizə dəvət edəcək. Bu deməkdir ki, auditoriyamız genişlənsin ki, prosesləri gedişatı və gərgin hadisələri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Bugünkü müharibə ilə bağlı həm hərbi ekspertlərdən, həm təhlükəsizlik mütəxəssislər, siyasi şərhçilərlə danışır. Əcdə bəy, sizin də bir yanaşmanızı, fikrinizi bu barədə eşitmək bizim üçün və tamaşaçılarla da çox maraqlı olar ki, rejimin mahiyyətini bilirsiniz. Bu barədə çox danışmışıq, çox şeylər demək mümkündür. Amma bugün onlar nələrsə göstərməyə çalışırlar. Necə ki, Rusiyada, Ukraynada sağa-sola saldırırdı, hər tərəf vururdu, bombalayırdı, dağıdırdı ki, mən güclüyəm, mən ayaqdayam, vuruşacağım, heç kim mənə belə deyək, güc gələ bilməz və istəklərimə nail olacağım. Amma bu istəklər, bu arzular 5 ilə yaxın davam edir, heç bir şey qazana bilmədi Rusiya. Yenə də dağıntılar var və s. Amma Ukrayna müharibəsi göstərdi ki, bu xalq dirənir, əzmkardır, döyüşəcək və sona qədər də gedəcək. Həm də Ukrayna bugün Körfəz ölkələrindən belə mütəxəssislər, qruplar əlavə dəstək göndərir. Təsəvvür, Ukrayna özü artıq texnika istehsal edə bilir və öz müharibəsini, Rusiya qarşı olan müqavimətini nəinki davam etdirir. Rusiya kimi vəhşi imperialist bir davranışlar sərgiləyən ordunun, rejimin qarşısına tab gətirməklə, müqavimət ortaya qoymaqla bərabər, hətta Amerika Birləşmiş Ştatlarına iş o yerə gəlib çatıb ki, Ukrayna yardım edir. Yəni, bunu bir neçə ay əvvəl, bir neçə il əvvəl söyləsəydik, heç kim buna inanmazdı. Hamımız təcrübəsi ilə bu hadisələri qarşılayardıq, amma bugün bu proseslər də baş verir. Yəni, hadisələr keçərliyin içində bu da var. Məqsəd daha çox bilmək tamaşaçılarımıza da bu maraqlıdır. Ukrayna müharibəsində biz örnək nümunə gördük. Bu xalq döyüşə bilir, mübarizə aparır, Rusiyanın qarşısında dayanır. İranda isə yenə də onlar da bir görüntü yaratmağa çalışırlar. Sağa sola vurmaqla, dağıtmaqla. Orada Rusiya örnəyi sanki daha çox ön plandadır. İndi bəzi analizlər, təhlillər daha çox Amerika Birləşmiş Ştatlarla İsrail nədənsə Rusiya bəyənzədirlər. Amma sağa sola hücum eləyən, Rusiya kimi dağıdan, vuran, günahsız insanları öldürən həm də İranın da fəaliyyətlərində biz bunu görməliyik. Çünki Qətərdə xalq nə edə bilər? Bəhreyndə yaşayan insanların, Səudi Ərəbistanda olanların, İraqda yaşayanların, İordaniyada olanların və digər ərəb ölkələrinin nə günahı var? Naxçıvana dron zərbəsi endirildi. Orada insanlarımız ölə bilər. Bizim nə günahımız var? Bizim bu işlərə heç bir aidiyyətimiz yoxdur, qarışacağımız yoxdur. Amma sağa sola saldıran Rusiya örnəyi ilə İran örnəyi nümunəsi var.
Sizcə Rusiya 5 ilə yaxındır dözür. Hələ də belə müəyyən bir müqavimət göstərməyə çalışır. İran bunu necə edə bilər? Hansı şəkildə? İranın dözümü nə qədərdir? Bir çox ehtimallarda hətta özləri deyirlər ki, biz 6 ay müharibə edə bilərik. Sizcə belə bir ehtimal versiya mümkündür? Nə qədər dözəcəyik? Demək ki, mən niyə bu Pəhləvi sülaləsinə toxundum bilərək. Bu demək ki, bu imkanı yandırmaq istəmirik ki, mediadır, tribunadır. Məsələ budur, bu günləri sübdən axşama İran adlanan yerdə telefon kəsilib, internet kəsilib, amma satelitdən birbaşa yayılan televizyonlar, 4-5 dənə televizyonlar birbaşa yayılır və baxılır da, görünür də. Və demək ki, ay şah gətirir, şah gəlir, fərmanlar, filanlar, hazırlaşın, o dəstə buradan, o birisi dəstəsi dən görəcək. Misal deyirəm sizə, siz bunları dediniz. Amma burada bir söhbət var. Söhbət budur ki, hətta bəzi vaxtlar yeri gəlir ki, biz öz dövlətlərimizdə tənqid edirik. Yoxsa demək ki, qarşısında başqadır. Niyə? Bu günləri elə bilirsə, Amerika Allahdan istəmirdi ki, bu ərəb ölkələrini Tehran rejimi vura, istəyirdi. Savaş başlanmadan ərəb ölkələri dedilər ki, Tehran rejimdə sizin oradakı Amerikanın o düşərgələrin filanı vurarım. Amerika deyib, yox, mən onları yığışdıraram bir dəsin, ondan boşaldaram, ondan belə filan. Tehran rejimdə getdi bütün ərəb ölkələri. Bəhreynlə başladı, Kuveytdən, Üzyaşağa, Qətərdən, ondan sonra Əmaratdan. Axırı getdi Omanı da. Oman gəlmişə bunu bələyib, təmizləyib, pəmpersin bağlayıb. Ondan görə axırı günədə onun Xarici İşlər Naziri Suist Şvitsariyadan qaçdı Amerikaya tanıdı. Onu da vurdu. Və burada nə var? Orada Əl-Əhvaz var. Özləri indi adım qoymuşlar Xuzistan. Təngan və özləri Kəngan deyirik. Əl-Əhvaz var, ərəbdilər. Böyüdə silahlı da mücadilə aparır. Bilirsiniz kim onları dəstəkləyir? Bütün ərəb ölkələri yalnız. Misir də dəstəkləyir. Mənim onlardan qədimdən dostluğum var. Əlaqəmiz də var. Həm təşkilatlar onlara, şəxs olaraq. Bəluçilər bilirsiniz neçə ildir orada Mukir məscidində tutublar. Həmid də Sünni molla kimi oturub orada didişir rejimlə, silahlı savaşırlar. Bilirsiniz kim onlara dəstək çıxacaq, gedir gəlirlər Pakistanla. Elə bilirsiniz Pakistan ordusu. Sabah buraxacaq hər şeyi, ondan Amerikanın sözündən çıxacaq. Öyle söhbət yoxdur. Orada oturan Genelkurmay Başkanı, o ordu, səbət deyəcək filan. Elə bilirsiniz ki, demək ki, başqa yerlərdə, yəni bu Kürtlər də ki, oradan hazırdır, gündə ki, Amerika ilə himzimdədirlər. Ərbildən də, bir ayaqları Ərbildə, ondan sonra gedirlər, qaydanda da, adam qoyular çay gətirir, nəminə yağ gətirir, içində də Klaşknikov, küllələr filanlar və gündəki əməllər də bəlli. Amma məsələ burada gəlir Azərbaycana. Azərbaycanın güneyinə, papağımızı deyirsə, belə başımızdan götürək, ataq, ya da əyri qoyaq, danışaq. Azərbaycanın güneyinə. Azərbaycanın güneyinə belə demək ki, əhanət elədilər ki, Azərbaycanın güneyində var olan hərəkat, nə Kürt meydanında İran adlanan yerdə, nə şahçısı, nə filan, özəlliklə bu 30 ildə Azərbaycanlılar demək ki, yüz minlərcə çıxdılar. Mədəni formada. Təhqir olundular, çıxdılar, göl məsələsi oldu, çıxdılar və bir hərəkat gəldi, formalaşdı orada. O faktoru da ödədilər. Zindanlarla, işgəncələrlə, ondan sonra çörəkləri kəsildi, işi kəsildi və bu yüz minlərcədir. Gəlişmiş gənc özü də. Həmin gənc ki, biridən nazığına gəlir. Bu demək ki, çıxıb demir, ya Allah, bismillah, ya Allah. Dünyada qarşı deyir. Amma bu rejim kaostik, diktatora, dini kullanan, məzhəbi istismar edən, hamısı beləncə ondan cana gəlib. Amma durub deyir, haray Türkəm mən. Türk davası gedir. Kimsələr qəbul elə bilmir. Kimsələrində canı, bağrı çatlayır ki, niyə bu Türk davası bir dəfə Azərbaycandan, Qafqazlardan əlovlandı və Balkanlara cək və bütün Türk dünyasına da hər yanı əlovlandırdı və indi Azərbaycanın güneyindən bu layiq, dünyəvi, bu Türk milləti və çıxırlar deyirlər ki, Azərbaycanın güneyində olan bəzi nanəciblər, İran adlanan yerdən, bu İrancı qruplar, şahçısı, nə bilim, Kürtcığazı filanı, yox, Azərbaycanlar elə demək ki, rejimi dəstəkləyirlər, rejimin filanı, boş-boş danışırlar. Bu Azərbaycanda Türk millətinə cəfadır, zülmüdür, əhanətdir. Ona görə də əgər sən işini yerinə yetirə bilmirsən, məsuliyyətini yerinə yetirə bilmirsənsə, missiyanı yerinə yetirə bilmirsən, özün bilərsən. Amma millət olarlığında qalır yerindədir. Necə ki, Azərbaycanın quzeyində, bu dənə gərsəklidir. Azərbaycanın quzeyində bu millət, o dünyanın o vaxtında neçə milyon Azərbaycanlı vardı? Bəlkə 6 milyon, belə o civarda. Menşeviki burada, Dinikin burada, nə bilim, Bolşeviki orada, Ermənisi bu tərəfdən küşkürtmüşdülər. Məhəmmədən bəy deyir ki, heçdən bir dövlət yaratdıq, heçdən döyüdük.
Hamısı bəy, hamısı alicənab, komanda alicənab və bu millət döyüşdü, vuruşdu, yaratdı və bir də bərpa elədi. Və bir də bərpa elədi. O Sovetin qardından səhədə çıxardı. Bilirsiniz nə oldu? İndi deyirsiniz, bu farslar və bu İrançılar və bu dinsilər bir nöqtəyə gəlib yetişir. Hamısı hərə bir dənə özündən bu günləri yol xaritəsi çıxardır. Hərə o nə deyirsiniz, nədir, Mao Zedong kimin, o Ənvər Xoca kimin, kimsələr kimin. Hərə bir dənə kitabça çıxardır. Mən də bir kitabça çıxardım, belə eləyir. Bu nədir? Bu nədir? Başında da yazıblar, İran adlanan yerin toprak döyülür. Heç biz Türk olaraq, Azərbaycanlı olaraq dövləti oğurlamış bir millət kimi İran adlanan yerin adı qəbul etmirik. 1925-dən bir yana bir oyunu atdılar artıya, götürün İran düzəlir. Farsların özləri də əvvəl qəbul eləmirdi, onu. Ona qarşı çıxırdılar. İndi çıxırsan sən Azərbaycanlı olaraq, Türk olaraq hardan bu missiyanı sənə verdilər? Azərbaycanı unudursan, ondan sonra desən ki, da İran da İran. Nə oldu bu hurliya? Onda biri də ki, Azərbaycanda Bakıda çıxırır, rusofil olur filan. Deyəsən bu xəstəlik epidemi deyə, deyəsən yoluxur bunlar bu adamı. Ona görə ki, işğalçılığın o kadar ömrü uzunu köləlik məhv edir insanı, paraliz edir. Necə ki, bizim biri də akademikdən, universitet müəllimindən, nə olsun siyasətdə oturur. Gəlir demək ki, dövlətin belə yuxarı üstündə oturur. Deyir, amma adam xəstədir, bunun beynin dahi paraliz olubdur. Bu düzələsi bir şey deyir. İndi bəzi o nə deyirsən, qırmızı xemerlər zat, ya vitramda zatda yığıb aparırdılar bu inqilablarından sonra, ya o Lenində filan da. Niyə onu dedi? Vaxtı ilə Bolşeviklər də ki, vətəndaş müharibəsi qırdılar, töydülər, axır Ruslar yığıldılar bu Leninə də, özləri də öz aralarında deyə, bu Lenin gəlib elə bu Rusiyanı böyüdəcək də, imperiyanı saxlayacaq da, elə o da çıxdı bir də yalandan neftdən, nəmnəmənədən filan çıxartdı, Ruslar bir də imperiya yaradır, özdə imperiya Türk dünyası, Türk millətinin hesabına. İndi İran adlanan yerdə də biri də çıxıb ki, ay mənim əziz İranım, ay Trump ora vurma uf oldu, bura vurma ora xaraba qalar, ay bir Natalya, ben nə cür razıyam? Düşman oradan girir, sana dönübdür. Buradan qaçır, ora girir, buradan çıxır, ora girir. Ondan sonra da füzə atacağım, mən də vuracağım. Bu savaşdır, bu şaka deyir. Və gələcəkdir, belə gələcəkdir. 47 ildir, deyir, gəl daha, gəl. Ya, əyyuhəllə kafirun, gəlin, gələyəm Washingtonda, gəlmə, özüm də gəlməsəm Haması yollayam. İndi Hamas bu günləri çıxıb deyir ki, ay qanmazlar. Düz deyə pılı siz verirsiniz. Biz dinlən preksi deyirsiniz, yan və hər nə. Ərəb ölkələri vurmayın. Ərəb ölkələri vurma. Vurma, zibili çıxar. Niyə? Sabahları bu Amerika təhcə zatdan girməz, gəlir gəmilərdə. Gəmilərin birində 3500, birisində 5000 gəlir, quru qüvvələr. Trump da axır deyir ki, sıxışdırma onu, quru qüvvə, oğlama, quşlama olacaq. Oğlama, quşlama. Hamarlayırlar indi. Gah deyir 5 həftə olacaq, Trump, Netanyahu deyir ki 2 həftə olacaq. Onlar bir missiya götürüb. Amerika dövləti bilir bu Trump oturdu Ağ evdə. Cəmaata da gedin kongresi tutun. Hücum irəli, zamı oy. Burəli. Ama deyirlər, nə oldu? Bu Trump'ı bir belə işinə, bir belə Amerikaya zarafat deyil. Nədən bunu bir də dövlət başına deyilsə, o missiyası kimi gətiriblər. Bir şeyləri hamarlaya, yeni bir düzen yarada. Latin Amerikaya bax, Venezuela bax, hamarladı. Kimsə Venezuela'nın adını çəkirmi? Çin'i də, Rus'u da, Tehran'ı bir gecədə yığışdırdı. Dedi, uranda neftin özüm satıram, 5 milyar doları da satmışam, satacaq burada mənim. İndi də deyir ki, Çinə də deyir. Deyir ki, biliriz nə var? Qoy ara sakitləşsin. Neft istəyirsiniz. Mən verəcəyəm 13 milyon 500 min barel şel daşlarından indi Amerika özü istehsal edir. Gəmiləri, hər şeydə yerində və Venezuela'da dünyanın ən böyük rezervləri. Deyir, götürəcəyəm, onu da oradan satacağım və bir yandan da belə həməşə deyirdilər, ay xarç, gedəyin xarça, azad bölgədir, gedib orada gəzirsən, keyf eləyirsən, adamla, o 8 bindən adamdan çox ora ceyran bırakmışdı Məhəmməd Rıza. Şefin də yaşlıqlarını orada idi. Ələm, saray naziri, Ələmə də idi ki, gedək gərdişə, xalqın qızlarını götürüb gedirdi ora. Bu şahın da anası Tacir Mülük, Ələmə də köpək oğlu, sən nə qədər şərəfsizsən, əl çəbul filan canım. Həmin xarçı da neynədi? 40 il bundan qabaq, demək ki, Qardiyan qəzetinə, Trump 40 il bundan qabaq, Saddamla savaşanda deyib ki, Amerika, gəlin bu xarici tutaq, bunları boğazından sağqıdaram. İndi gətirdi bir yerə, dedi ki, bax görün, o Hürmüzü də, İranlılar elə həməşə deyiblər, Hürmüzü bağlarsan, özü əyə filan eləyirsən də, ondan sonra hardan qazanacaqsan?
sanksiyalar bir yandan, ondan filandan. O da deyir, bax görürümüzü bağlayır. O da mən də aha karşı tutacağım. Gəldi vurdu karşı və Trump da deyir ki, mən orada karşıda o demək ki, ordunun olan yerləri zadı vurmuşam, nefti vurmamışam ha boruları. Niyə? Özüm satacağım. Gələcəyəm də ora, gəlir də ora. Girəcək, amma məsələ var ki, niyə onu dedim? Dedim, bax, sabahları bu ərəblər. Ərəblər o cür deyil. Əmarat illərdir ki, böyük tomb, kiçik tomb və Əbu Musanı istəyir. Rus da buna səs verib, o körfəzdə, Tehran rejimində onu biz tutmuşuq, bizimdir, İngiliz gedəndə götürmüşük. Deyir ki, onu əmarat istəyir. Ona görə də indi də Amerikada deyir ki, sizin də haqqınız veriləcək filan da, Keşmi də tutacağım, Hormuzun boğazın deyirlər orada. Deyir, gəlin, Fransa gəlirsən gəl, gəlmirsən gəlmir, kimsə gəlmir, İngiliz gəlirsən gəl, gəlmirsən gəlmir. Tutacağım oranı da, yığışdıracağım da, bunların da oradan nə qədər körfəz boyu nə varsa, hamısını məhv edəcəyəm. Eləyəcək da, 2 həftədir, indi 7000 yeri vurub, deyir, hələ 3 həftə, bismillah da, Netanyahu, hələ 3 həftə deyir, vaxt var, 3 həftəyi. Ona görə də nə mənədir, sabahları Amerikanın quru qüvvələri ki, hamı deyir ki, girməz, Tehran belə qabaq da deyirdilər. Biz füzələri bir yerdə gizlətmişik ki, İran adlanan yer 1 milyon 600 min kvadrat kilometrdir. Quru qüvvələr nə vaxt girə bilər və girəcəksə nə olacaq? Açılın danışaq. Elə bunu... Amerikalılar, CIA elə yox, Amerikalılar da, sən nə deyirsən, o Fransızlar da, ondan sonra İsrail də, Musad da, hamısı Tehranda. Əjdər bəy, bu suala cavab